qayıqla göldə üzmək olar, amma qayıqla da okeana girə bilmərsən. Bəli. Biz hələ ki yaxşıdır, belə sakitçilikdir. Az bilgilərlə, bəlkə də bir neçə addım gedərik. O mərifət, mərifətə çevrilməsə, biz imtahanlarda neyniyəcəyik? Və yaxud başqa söz deyim, biz müsibətlərdə neyniyəcəyik? Birazca problem gələn kimi, müsibət gələn kimi, görsən bəzinin dilinə gətirir, bəzi ürəyində, mən neynəmişdim ona, bu başıma gəldi, neynəmişdim, artıq başladı. Amma əgər, Allah niyə görə deyir, bəşşir sabirin, müjdə ver səbirlərə. Deyir ki, əgər o çətinliklərdə, o müsibət ki, bunlara üst tutdu, gəldi, tapdı bunları, bunlar deyərlər, inna lillah, biz zaten onluydıq. Bu iman istəyir bu söz demək. Yəni, yol elə budur. Və Allah deyir, mənim salamım olsun buna, mənim rəhmətim var, ona da yol çıxardacam onu. Bu qəşəng söz budur. Onu müsibətdə gileylənməsin.